Nətərsiniz? Yaxşı, necə? Siz indi mənə deyirsiniz ki, mən səni takip edirəm, mənə hədiyyə ver. Üçünüz də deyirsiniz, düzdür? Dəqiq takip edirsiniz. Bəli, 100%. İndi tək takiblə alınmır da, gərək siz hədiyyəni qazanasınız. Sizlər üçün bir dənə yarış keçirəcəm. Birinci yerin sahibinə qəşəng bir dənə hədiyyə verəcəm. Razısınız? Bəli. O zaman başlayaq. Hədiyyəni qazanmaq istəyirsinizsə, sizlər üçün bura ox asmışam. Yəni 2 dəfə şansınız olacaq. Hərə 2 dəfə atacaq. Tam ortadan vuran şəxsə, mağazadan istədiyi hədiyyəni gəlib götürə bilər. Girəcək mağazaya, ürəyi nə istəyir də, 100 manatlıq, 500 manatlıq nə varsa bir ədəd də prosta götürə bilər. Digər şəxslər isə, məsələn, vurublar, məsələn, 19, 3, 21 eləyir də, 21 xalı var və yaxud ortaya vura bilməyən şəxslər də bizdən yenə hədiyyə qazanacaq xalın promoy sayına görə. Razısınız? Bəli. Şu, başlayaq. Bəli. Sən çıxdın, indi sən qonaq gəl. Şu, bu axıra qaldı. 0 xal, 5 xal. Sənin 5 xalın var dostum. Siz atın. Yenə getdi. 10 xal. 10 xal sənindir, 5 xal sənindir. Bismillah. 10 xal. Ay, sənə də bir şans verirəm, yaxşı. Dostlar, ortaya heç kim ata bilmədi. Amma sizin üçünüzə də hədiyyə verəcəm. Birinci yer kimdir? Birinci yer yoxdur. 2 nəfərin 10 xalı var. 10 xal kimdə idi? Sənin 10 xalın var, sənin 10 xalın var, sənin 5 xalın var. İkimizin arasında yarış keçirəcək. Gəlin bura. Qəşəng! Qəşəng! Az görüm. Bir dənə də. Ayda. Allah sana var. Qəşəng vurdun, gəl bura. Sonra var utdu. İndi bu tam orta salmır da, gəl göstərim sənə. Tam orta buradır, bax. Görürsən xəttin içində. Bu qırağıdır. Ona görə sənə qəşəng hədiyyə verəcəm. Tam ortadan vursaydın, mağazadan ürəyin nə istəyirdi seçə biləcəkdin. Amma qəşəng vurdu. Ha, sənə də bir şans verək, sən də vur. Görək, sən nə edə bilirsən? Ay. Eybi yox, eybi yox. Gəlin sizin üçünüzə də hədiyyə verəcəm. Deməli, kim idi ortadan vuran? Sənin adın nə dürəyim? Omar. Deməli, Omar, sənə 50 manat dəyərində Airsoft tapança verəcəm. Necədir? Yaxşı. Xoşuma gəldi hədiyyən. Başqa istədiyin bir şey varsa dəyişə bilərik sənin üçün. Gətir. Bu sənin Airsoft tapancan belə düz tutuşu kamerada görsənməsin. Üzü hissəsi görsənəndə pis olur. Bir dənə nauşnik ver mənə. İkinci yer kim idi? 10 xal? Sən. Bu sənin nauşnikin. Bir ədəd də tüstü var. Bu tüstünü də sənə verirəm. Ehtiyatla istifadə elə, əldə saxlamaq olmaz. Siz mənə dəqiq takip edirdiniz. Bəli. Öpürəmanınızı izləyicilərimizə nə demək istəyirsiniz? Abunə ol. Abunə olsunlar. Bəli. Öpürəmanınızı izləmədə qalın.